Hər vaxtınız xeyir olsun gözəl insanlar. Deməli belə, dedim sizlər üçün bir dənə yardımla bağlı video paylaşım. Amma ilk öncə bunu deyim. Deməli bizim videolarımızın baxış sayıları çoxdur YouTube kanalımızda. Amma canlarımıza nədənsə o qədər insan gəlmir. Və bu o deməkdir ki, biz canlı açanda sizə bildiriş getmir. Siz ona görə də bizim canlarımızı görmürsünüz deyə də gələ bilmirsiniz. Kimlər gəlmək istəsə gözəl insanlar. Bizim canlılarımız axşam elə bir gecə saat 10-dan 1-ə qədər olur. Gəlmək istəyənlər buyurub gələ bilər. Keçdik yardımlara. Videolarımızı izləyənlər də bilir ki, biz artıq yardımlarımızı YouTube kanalımızda paylaşırıq. Canlarımızı gəlmirsiniz deyə bilmirsiniz ki, YouTube kanalımızda da yardımlarımız toplanır. Ona görə də gözəl insanlar, bir dənə belə də video paylaşaq. Bəlkə kimsə belə qoşulmaq istəyir yardımlarımıza. Yardımlarımızı görürsünüzsə Ziyarət səhifəmizdə bilirsiniz ki, yardımlarımız ünvana qədər gedib çatır. İnşallah ki, bayramla əlaqədar biz atasız körpələrə ərzaq yardım almaq istəyirik. 10 dənə ailə. Və ailələr çoxdur gözəl insanlar, çox. Amma biz sırf atasız körpələr üçün etmək istəyirik. O körpələrin bəzilərinin atası atıb gedib, bəzilərinki də rəhmətə gedib. Və o uşaqlar o qədər balacadır ki, onların anaları onlara qoyub gedib işləyə bilmirlər. Çox körpədir uşaqlar. Və inşallah videonun üzərində də burada, yəni videonun üzərində göstərəcəm sizlər üçün o körpələrin bir neçə dənə yəni şəkillərini göstərəcəm sizə. Dəstək olmaq istəyənlər də kartı da videonun üzərində qeyd edəcəm. İnşallah ki, gözəl insanlar, siz də laqeyd yanaşmazsınız. O körpələrin çox ehtiyacı var bizim dəstəyimizə. Bizim hər birimizin bayram süfrəmizdə istədiyimizi alacağıq. Bacaq kimin gücü nəyə çatırsa onu alıb süfrəsinə qoyacaq inşallah. Süfrəsini bəzəyəcək. Amma o körpələr bayram günü gözü qalmasın kimsə süfrəsində. Ümidvaram ki, laqeyd yanaşmazsınız. Mənim YouTube kanalımda çox gözəl yardımsevər izləyicilərim var. Canlarımdan bunu bilirəm. İnşallah ki, dəstək olarsınız. Çox sağ olun.